sonra yeni bir video ile karşınızdayız. Ayağını gətir. Evet, sual Deməli, sual-cavab videosudur. İndi bunlardan sual seçəcəyik. Əslində sual-cavab videosu deyil, doğruluq cəsarət kimidir. İçində cəzalar da var. Seçdim. Məndən başladım. Ona düşəni o sual-cavab verəcək uşaq. Ən sevdiyiniz dostunuz qarşısında yazmışıq ki, ümumi, yəni qonumlardan falan da ola bilər. Deməli, sinifdə Nəbiyevə Zəhra, Rəqsanə, sonra Süsanə, Əzizova Zəhra, bir də Nuray, nə qədər dostum dost elə belə sinif yoldaşları kimi sevirəm. Sonra ümumi yoxdur. Yəni qonumlardan falan yoxdur. İçində cəza var. Sən dostu bir də çünki yorumlarda sənin dostun sinif yoldaşını yazmışdı. Zəhra, bütün qızları çox sevirəm, amma içindəki bəziləri, yəni çox da onlarla danışmıram, amma bütün sinifdəki qızları da sevirəm. Yəni, onu deyim. Arkadaşlar, burada 2-3 dənə də cəsarət olaraq görevlərimiz var. Atmadım bunun içine. Yox, mən yeri. Bugün qədər gördüyün ən qərib yuxu. Ən qəribə yuxu. Qəribə yuxu. Mən yuxu görmürəm uşaqlar. Mən də bilmirdim buna düşəcəm. Mən dedim yaz, amma mən bilmədim buna düşəcəm. Mən yuxu görmürəm. Görürəm yadımda qalmır. Amma bir dəfə görmüşdüm, amma demək istəmirəm. Amma belə qəribə idi. Atamla anam qarışmışdı, nə bilim, ailəm qarışmışdı bir-birinə. Ona elə belə özünə qalsın. Özümə qalsın. Sizə nə? Ən utanc verici uşaqlıq xatirəmiz nə idi? Nə idi xatirəni? Deməli, mən uşaqlıq... Bura qoydum. Deməli, uşaqlar, utanc verici deməyə həm utanc verici, həm də qorxuducu iki dənə şeyim var. Biri uşaqlıqda benzin içmişdim. Böyle bir xəstəxanalı olmuşdum, nəysə. İkincisi də ki, keçən il məktəbin pilləkənlərində bütün oğlanlar da Muselem məni gözləyirmiş. Mən bunu tanımıyorum. Böyle yani mən də oradan qaçdım, fikirlədim ayağımla yani. Seçim. Bu arada yanında heç bir dostum yox idi, tək idim. Atıram. 10 il sonra özünü harda görürsən? Sən 10 il sonra 19 yaşın olacaq da. Elə o canım. Harda görürəm? Parkın axırda falan görürəm. Yox aşkım. Elə görürəm mən. Universitet falan. Görürəm. Hə, elə. Hə, deyir ki, yəni böyük olaraq makyaj falan eləyərəm, elə deyir. Yəni 10 il sonra yəni universitet oxuyacaqsan. Yəni cəsarət şivəsən ki, nə çıxdı? Bazılarının seçdiyi ədviyyatdan bir qaşıq Deməli, biz bu suallarımızın içində eləcə ki, doğruluq, yəni sual-cavab, doğruluq, cəsarəti qarışdırmışdıq. Ona görə də mənə cəsarət gəldi. Və mən bunu gözləyirdim, elə bir ki, mənə düşəcək. İstiyotumuz var, bu arada bunu, yəni çox acıdır. Antep acısı kimi düşünə bilərsiniz, həqiqətən. Çox acıdır, həqiqətən abartmıram, çox acıdır. Mən bir dəfə yemişdim. İnsaf, ablacığım. Yo, çoxdur ya. Komalıq eləyəcək. Ucunda bir cinqa ver ona. O məddəsini onu götürüm, ver mənə. Şeyim var, frangitim var, olmaz mən istəyirəm. Ona həkim icazə... Ay bala, gətir bura, İrada. Bu qədər deyil. Hamı yemək məcburiyyətində deyilsən bu arada. Məcburiyyətində Xeyr, deyil. Orada yazıb ki, ədviyyatı seçdi, ədviyyatı ye. Yox da deyil. Deyil. Yarısını ye. Sənə də burada cəzalar var, sənə də gələcək, narahat olma. Yeyəndə tez olun. 5 olmaz. Tök bırak, tök tazan, ver. Dağıldı. Sarı dişler böyle yarışıyor. İrada. İnşallah ben de deneyim. Ben inandırdım sana. Ölürəm. Uşaqlar, İradan yeri boşdu çünki acı İradaya pis təsir elədi. Hadi şovla.
Nasıl tövsiyeyle olmaz. Ancak Oci sevenlere. Oci. İradaya bu kadar verirdim. Sadece hasta. İradaya bu kadar verirdim. Sadece hasta. Her zaman biraz dediğim Uşaqlar, iradənin məddəsində problem var. ona öyle bir kalırdım. Həkim ona yağlı, duzlu, nə bilim, acılı falan şeylərə icazə vermirdi. Çünki öskürək falan tutur onu deyənə. Çox da acı yemir. Mama da icazə vermir. Ona görə yəni cəza idi. Mən dedim ayağına düşər. Cəzanı ona görə yazdım. Amma iradəyə çıxdı. Yəni ayağın elə bir problemi yoxdur. Prosto yəni. Yaxşısan. Hadi biraz vermem. Salamat. Adamın ağzına yapışır. Şam. Ay da ölürəm. Arkadaşlar alın acı sevenler olsun. Evet. Neyse karıştır bir tane Adamın çıxart. ağzına yapışır. Ortaya koy karıştır. Təsəvvür edin, ağzımı yaxalamışdım, baxdı suqdan. Oy da çok pis olar. Adamda bəxt yaxşı. Su gibi de yanırım. Bəsdir. Ayın oxu hələ. Tez elə vaxt gedir. Ne yaptın? Sevdiyini emoji, telefon emojisi. Emoji. Vermem göster. Size girer. Size Burada gezdiğin inşallah tekrar. İnşallah bir gün emojiler. İnşallah burada ben bunu sevirəm. Gördünüz? At, Bunu sevirəm. Sonra ise gözlüyüm. Yanıyorum, söndürelim. Tabii. Bunu sevirəm. Bu ikisini çok sevirəm. Mən nə? Sen çıkmayıp da. Sen çıkmayıp. Düz deyir. Mən əriyən emojinə ağrı, kalp və nəsə bir şey. Neyse ergen şeyler. A4'lərdən seçin. A4'lərin əksəriyyəti cəzadır. Biz Ben de yürüyüşün ders etmem. ən böyük arzu. Ən böyük arzu. İradanın ən böyük arzularından biri. Bir dəqiqə sakit qalın da. İradanın ən böyük arzularından biri icaba girmək idi və artıq neçənci ildə gerçəkləşdi? Ay bala, neçənci il idi? 2023. Hə, 2023-də o arzusu gerçəkləşdi. İndi isə Allah nəsib eləsə Kərbalaya getməyi arzu eləyir və çox istəyir. İnşallah ki, nəsib olar. Burada mən oxuyuram. Sevdiğiniz Türk yallah. oyuncu, kız ve oğlan. Yəni türk aktyoru. Aktyor. Hə, aktyor. Sahipsizlerden. Yaxşı danış da balam. Hazal Subaşı. Hazal Subaşı'nı çok Yəni seviyorum. sahibsizlərdə Azize. Azizəni çox sevir. Azize Alas. Azize Alas. Devran Alaz'ın karısıdır. Yorumlara yaz. Devran Alaz seviyorum. Yani işte Burak da adı. Bu kadar sualımız qaldı. Berkay. Berkay. Bir tane de sen sesi var ki daha çıktı. Tamam, İradan sırasıdır. Yanıram, hala burnumda görün hadisi. Bunu seçdim. Sən. Çox sevirəm. Bundan sonra suallarınızı mən seçəcəm. Məktəbdə qızın oldu. Qıcıq olduğum. Sualları mən hazırlamışım. Uşaqlar Həm necədir? qız, həm oğlan. Qıcıq olduğun adam. Sevsən niyə? Fərqi yoxdur. Yok maçlarda değil de Bazı sinifdəki bazı sinifdəki uşaqlardan çox xoşum gəlmir. Çünki onların koridoruna Öz həmyaşıdlarından danış. Öz həmyaşıdlarından deməli. Yoxdur, lap yaxşı. Ayan, sənə də bu sualı verirəm. Ya sen başına var. Sen yalnızca sen seçsen biz. Yox da, biz seçəcəyik. Biz mən seçirəm. Yok İlana seçer. Hepsine olmayan adlar. Adaya düşən. Hiç kim olmayan adaya düşsen. Ha. Issız bir adaya düşsen. Yanında 5 tane alacağın şey ne olur? Ben ailemi, bir ailem, 2 erzağ alardım, erzağ səbəti. 3-cü güzgü. Vacib şərt. Sonra kibrit lazım olar. Yemək yaddan çıxdı. Yemək Dedi də də erzağ. Hə, mənim fikrimdə olmuyor. Sonra isə yanıma paxlar. Vəsə, gəl, bu da sənə seçmişəm. Çox qəşəngsin. Sakit qali. Hə. A4 niyə seçdin qa? Bilmirəm qa, seçdim də. YouTuber'dan sevdiğiniz videonuz. YouTube'da ən sevdiyiniz videonuz, hə. Adam kimidir, uşaqlar başa düşsün. YouTube'da en çok sevdiğim videomuz bütün videolarımız.
Bir dənə seçsə ən sevdiyin ola Bir bilər. dənə. Aynen sən də deyə bilərsən bu suala Mən cavab. də- Qışqırtmaları çox sevirəm, amma Bir dənə gilə qışqırtma videomuz var. Zaten davamı gələcək, izləmədə qal. Arkadaşlar bu Maraqlı şey sual değil, cavab mən də videolarını isə da cavab verirəm. Mən də sual cavab videolarını çox sevirəm. Məncə də sual cavab videoları daha var, Arkadaşlar əyləncəlidir. koftamı beğendiniz yorumlara yazın. Ağıllı. Sonuncu dəfə kimə yalan danışmısan? Sen niye? Səbəb. Kimə yalan danışmısan? Ağlamaya danışmısan. Bək danış. Ağlamaya. Eşit çöldədir yaxı. Tamam da danış. Ben dedim ki sen pulunu almamışsın. Onun pulu sen pulu, sen pulun ben pulun. Onu zaten mama bilirdi, biraz bək Onu danış. Bilir, bilir ben dedim. Hadi yaxşı. Şu. Onu demiştim de yani onun pulunun başka Onun oyuncağı. pulu sen Tut. pulun, sen pulun ben pulun. İndiyə qədər dediğin en büyük yalan. En büyük, en büyük. Şükürme, en büyük yalan. Kiməsə də ola bilər, En büyük yalan. müəlliməyə də ola Mesela bilər. aldığım bir şeyi Açmalı. Məsələn, İranaya demişəm ki, bunu 40 qəpik, həqiqətən belə bir şey olub. Demişəm ki, bunu 40 qəpik almışam, əslində o məsələn 1 manata zad olub belə bir şey. Yaxşı, bundan sonra görərsən. Gelecekte hansı ülkeye gitmek İtalya. istersen? Sen cevap vermişsin, ben dedim. Mən də Türkiyəyə. Ben Türkiye'ye gitmek istedim. Allah. Yani Türkiye'de videolarda izlerim. Bütün izlediğim Tut İrada. videolar Türkçüler. Açma, ayağın bitirsin sonra. Ve oranın yemeklerini falan denemek istedim. Biraz da siz özünüz seçərsiniz. Türkiye'ye gitmek. Həyatınızın sonuna qədər yalnız bir mahnı dinləyə bilsəniz, Hansı bu nə mahnı olardı? dinleriz? Nə yapıyorsun? Mesela blok 3. Mesela. Yaxşı. Tərif gələcək, sakit qalın. Evet. Açıyorum adet. YouTuber. YouTube-da. YouTube-a başlamağa necə qərar Bunu mən vermisiniz? danışa bilərəm, xahiş edirəm. Ben danışacağım. İkiniz də danışın, hissə hissə. Ben danışacağım. Yaxşı da sual ayağına çıxıb düz deyir. Uşaqlar, deməli biz oturmuşduq, Ofuşkinin videosuna baxırdıq. Və dedik ki, bu ilk videomuzda Ofuşkinin videosuna baxırdıq. Orada dedik ki, biz də kanaldan falan icazə aldıq. Bizi həvəsləndik falan. Getdik kanal falan açdıq. Əslində elə olmadı, ayın saxlamışdı. Tamam, bir Biz dəfə sən. Ofuşkilə baxırdıq və şam yeməyi yedik. Mama dedi ki, biz dedik ki, Ofuşkin axşam videolar çəkin. Mama riski dedi ki, siz də kanal açın, siz də. Yalan danışmayalım. Nəysə, Mən tamam. seçirəm. Hə. Mən seçirəm. Mən seçirəm. İnşallah caza düşür. Amin. YouTube'ı nə vaxt buraxarsınız? YouTuber niyə oxuyursunuz? YouTube deyində də yazılış fərqlidir, deyiliş YouTube fərqli. nə? YouTube'u, hə, YouTube. Nə vaxt? Şu düşürdü görmürəm. Nə vaxt? YouTube'u nə? 3 dəfə eyni şey oxudu ya. Nə vaxt bırakmayı düşünürsünüz? Sonsuza qədər bırakmayacağım. Yox, mən elə deməyim. Bəlkə də universitetə falan başladım inşallah. Bəlkə də vaxt olmaz deyə buraxaram. Amma bəli. Ama bırakmayacağım. Buraxmaq istəmirəm Bırakmayı əslində. Əgər tanınsalar, sakit qalın, siz izah eləyə bilmirsiniz. Kanalımız Sakit böyüsə qal. buraxmaram. Bir də sakit qal. Ayan ömrünün sonuna qədər Rukiye Çetinkaya'nın qızı Lina Çetinkaya'dan ilhamlanaraq ömrünün sonuna qədər YouTuberliyi buraxmayacaq. Tam əminliyimlə deyirəm. Amma iradə isə bilirəm ki, hardasa 18 yaşına qədər ya da 18 yaşından sonra YouTube daşını atacaq. Bunu sizə məlumat verə Bəlkə bilərəm. də şəxsi kanal açsın. Amma məncə bir dəqiqə. Amma məncə tanınsalar bloger üzrə, yəni YouTuber yox, amma bloger olaraq iradə bəlkə davam eləsin. YouTuber yox ha, bloger olaraq. Hə nəsə sual. Aysun. İsmail. Aysun İsmailova deyirəm. Hüseynzadədir. Bilmirəm, ya Hüseynovadır ya da Hüseynzadə. Bunu istəm. Bak. Yönetmek asıllı zaten Hüseyinzade yapmış. Hə. Olarak da öpürəm. Güneyliler ve onu da çok seviyorum. Olarak da selamlar. Tətilə Aha. bilet alıbsan. Tətilə bilet alıbsan. Sadəcə bir kişi ilə gedə bilərsən. Apara bilərsən. Bu kimdir? Hadi bir Sinifimdən Nəbi Vəzəri. Kan kişi. Ailemizden yok yani. O tək getsən daha yaxşı olar. Olsa sən tətildə olurdu üçə məktəbdə. Məktəbdə özdə. Məktəbdə. Yaxşı, sakit. Hayatta en sevdiğiniz insan kimdir? Həyatında bir dənə ən sevdiyin insan kimdir? Anlamadım.
Bir de Tamam. birileri izləyəndə video neysə. Düz deyir. Çevirsən. Sual və düzgün cavab verə bilmirsən. Ama işte yani orada benim kütlesi ama ailemden ise anam. Sən bu loteriya qazansanız ilk alacağın şey nə olar? Loteriya yəni böyük məbləğdə pul qazansan. Bilirlər də. 20 manat. Yəni ola bilər ki, ayan yaşlı uşaqlar başa düşməsin, onu öyle izah eləyirəm. Deməli, ilk olaraq ya ev alardım, sonra BMW alırdım. BMW qəşəng bacıya da Həyatda verəsən. peşman olduğum an. Ayda çok peşman olduğumu değilsin. Utanmay başqadır, peşman olmay başqadır ya. Peşmaniyəm, pərt demirəm. Pərt yox, peşman olmasa, aydı mən bu niyə elədim, niyə belə Niyə oldu? dedim də bu söz? Məsələn, it deyirəm ha. Mən sonra deyirəm ki, ay Ben mən de böyleyim. Yadayım mesela çok satışım. Sonra oturam televizyona bakanda deyirəm ki, ben bunu niye deyirəm? Dedim barışım. nasibimi Yani bu ona gəldi. peşman olmam yadayım. Söz dediğime sana söz dediğime. Birini parodiya edin, uzaq şehir sadakat. Hə, elə də mən bunu tamam sən də ver İkimiz ayana. də. Mən sadakat eləm ayan fidanı. Fidan eləyəcəksən sadaqati. Bir tane Tamam. Niyə ağlayır bu? Sən sadaqati parodiya. Ayan Uşaqlar bu arada mən bu sualı yazanda İrada dedi ki inşallah mana çıxar. Ayan dedi inşallah mana çıxar. Bir dənə qırğın düşdü. O mən sualı yazdım. Hə, İrada başla. Uzaq şehirə baxmayanlar varsa Uzaq TikTokda və yaxud da YouTube'da uzaq şehir fidan Fidan yaza baxın. bilərlər. Bu arada vərəqləri açı-açı gördüyünüz kimi tullayırlar. Sonra da özləri yığacaqlar konečlə. Seryozni qədər. Mən də qoyum. Çox qəşəng söz bu. Parodiya. Sən çevirdim, ayağını dirəmdi ki, bunları. Uşaqlar bu arada İrada sadaqatin səsini oxşada bilir uzaq şehirdəki sadaqat. ne sadakat? İndi bax deyəcək. Sadakat. De də. Sana dedim. Sana dedim. Şahinle olmaz dedim. Nare? de. Kabak dedi. Ne diyeyim? Kabak bile bana bakıyor. Bana bakıyor. Sen ne yapıyorsun diyor filan. Sen gümüş tepsilerce kahve içen adamdın. Sen burada ne yapıyorsun? Sadakat de sadakat. Şöyle yiyin. Çürümüş de solmuş da. Ben Bana nesi? Bana nesi? Bana Sadakat de sadakat. Çürümüş Ben bir de dakika. solmuş da. Sadakat Bana de nesi? Bana. Sadakat de sadakat de sadakat de sadakat de sadakat. Yaxşı, ben Ya ortası isteyen. Məncə parodiya qəşəng oldu. Qışqırmayın. Yəni biraz dik otur. İtimiz də kamerada. Sual var. Sevdiğiniz renk, Bu kadar sualımız kaldı. sevdiğiniz maşın. Nissan. BMW. Susun da değil. Rengi demedik. Peki dayandı. Sana sorsam mesela cevap verirse. Hesap verir. Benefşenin tonları. Demedim. Renk yazıp. Maşın dedi. İkisini de yazıp. He maşın. Renk. Renkte benefşenin tonları. Maşın ise BMW, No7, Nissan, Şevkat. Mənə nə düşdü? Sevdiyiniz rayon. Açtı Aktura. Hə, sevdiyin rayon. Açtı Aktura. Sevdiyim rayon. Avrora. Rayon değil. O Sevdiğiniz kənddir. Lənkəra. Danış ayan. sınıfta kızlar. Düzgün oxuyun da Ən sualı. sevdiyiniz sinifdə qızlar və niyə? Niyə o qızlar sevsin? Sən Ben zorla. orada dedim de bütün kızlar. Onlardan 2 sefer çıkacağım. Onları izleyirler ama küsməsinlər. 3 Ad sefer deməm. çıkacağım. Ama demeyeceğim hatta. Mən sevdim. İnşallah böyle. Danış. Bir günü nə sehir eləmək sizə verilsə ilk nə? Deyir ki arkadaşlar, bir günü sehir eləmək sizə verilsə ilk nə edərdiniz? Ayağını dünyadan yox edin. Şakadır tabii. Səyləşməyin. Tamam dəyiş sualı. Telif gələcək. Mən videoda çox döyürlər. Videoya tərif gəldi, ikizi də öldürərəm. Az sualımız qaldı. Sevdiyiniz qorxu film. Korku film. Siccin uşaqlar. Əgər qorxu filmlərinin izləmək istəyirsinizsə, Siccinin 7-ci bölümünə qədər baxmışıq. Ondan sonra bilmirəm çıxıb YouTube-da yoxsa yox. İnşallah. Siccinin 7 bölümü çox qorxuludur. Yəni Bacım 7-ci düzdür. bölümə qədəri çox qorxuludur. Məncə
Ayan yaşlı uşaqlar Kimi baxmasın. həyatdan öldü? Ayan qorxmur düzdür Mən baxanda, qorxmuram, amma hə, çox özümü dəhşət göstərmirəm, qorxuludur. amma qorxmuram. Tamam, keç sağ ol. Heç yaşınızla bağlı yalan danışırsınız. Mən danışmışam. Mən danışmışam uşaqlar. Məsələn, yaşım 16-dır, kim soruşur, deyirəm ki 17 tamam olub Mən yəni. danışmışam. Balaca olmayı danışmışam. sevmirəm. Demişəm ki, mənim 11 yaşım var. Hal Mən yaşım haqqda yox, boyum haqqda deyirəm. Çünki məsələn Halbuki uşaqlıqda boyum 1.60 idi hardasa, 7-8-ci sinifdə. 8-ci sinifdən bu yana 11 sm uzanmışam, 1.60. Tamam da onu uzatma söhbət. hər hansı iki doğru məlumat verin. Hər hansını Otaqdakı hər kəs haqqında 2 doğru mehriban söz deyil. Məlumat. İradə haqqında yaxşı şey deməz. Nə deyim iradə? Mehriban bir şeydir. Demədi ödük kimi bir şey. İradə mehribandır, qəşəngdir, səliqəlidir, çox sevirəm. İran'a gedirəm. İran'a da mehribandır, qəşəngdir. Onu da öpürəm. Bağrıma bas. Bağrıma basıram. Salamlar deyim. Görünməz olsaydı ne ederdin? Çayxanaya gedərdim. Mən varam. Şaka şaka. Görünməz olsaydım, yəni heç kim məni görmür, biletim falan yoxdursa, Kərbalaya gedərdim. Bu istəyir. Mən varım. Şey. Ən böyük qorxum. Sus da bir dəqiqə, mən cavablamışam. Mən gedərdim. Bütün oyuncaq mağazalarında, bütün hər şey savata yığardım, pulsuz alardım, çıxardım. Sonra gedərdim kosmetika dükanına, oradakı bütün makyaj malzemeleri alardım, çıxardım. Nəzərə al. Ən böyük qorxunuz nədir? Mən qorxum yoxdur uşaq. Ay suadarı. Bom Ay, balarım, bom, bom, bom. bom. Deməli, içdən sual. İçdən sualınızı. Cazı bir dənə çıxdı yox. Yəqin bir dənə yazmış. Çizgi film. Mən sevdiyim Nis, çizgi film Nis, Rafadan Nis. Tayfadır, bir də Nis. Niloya. Rafadan Tay. Nis məndə, nis. Nis yox. Haydi. Ən qəşəng Niloyadır, bir də Haydi. Haydi'dir, bir də Rafadan Tayfadır. Bunu ataydı. Bunu püşkat. Belə atıram göyə Hə. kim seçdi. Yox, daş kəs makas elə. Yaxşı. Daş Hə, yox, elə bildim bir dənədir. Hə, yaxşı Bir götür. dənəsi mən seçim, bunun içində daş kağıt istəyir. Bunun içində daş kağıt istəyir. Tamam. Deməli, sonuncu dəfə nə vaxt ağladım və səbəb? Anam mən döymüşdüm. Amma sən döyməyib, yalan danışma. Arkadaşlar ben ağlamamışım. Ağlamışım. Bir də orada mahnı qoşun. Udan. Uduzan. Udan niye uduzan diye? Taş kağıt makas. Ama sen indi aslında. Yaxşı, düzdür, o. Yumruğunu atır koydum. Sakit. Ayın oxu video montajını. Sizcə bu otaqda ən pis geyinən kimdir? Mən valla qara şalvar, yaşıl köynək geymişəm. İrada boz köynək, yaşıl şalvar. Vəbşə özü bir də kombinə var. Vəbşə iradə. Yaxşı. Yaxşı. Sağollaşın. Uşaqlar, suallarımız bitdi. Gələn videolarımız daha maraqlı olacaq. Məncə bu videomuzda. Məncə maraqlı bir video olacaq sabahda. Arkadaşlar deyirəm mən. Dayana bilmərəm, ürəyim qopar. Artık kalbim durmuyor. Nare. İnşallah sabah isə bir dənə oyunumuz var. Sabah ola bilsin mənə qışqırtma çəksinlər uşaqlar. Mən də Uşaqlar sabah isə bir dənə maraqlı oyun gələcək. Deyim nə oyundur? sabah qışqırtma olacaq. Şıkma olmasa da bir dənə qərarlarımızı dəyişdik. Bir dənə oyun var. Belə qərarımı atısız tutsa, məsələn mən rədə edirəm ki, siz eşlər kimi banlasın. Yaptım. Girsə içinə qərar. İçinə qərar girsə, Neyse, belə o devam belə oyundur. Videomuzu bəyəndinizsə Videomuzu beğendinizsə kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın. unutmayın. Çok seviyorum. Sizləri çox sevirəm. Ben seviyorum. Gelen videoda Bitti. görüşürüz. Sağ olun. Yorumlarda uşaqlar bir dənə şey istəyirəm, onu da yazın. Daha çox videoda əyləncəli insan kimdir? İradədir yoxsa Ayandır? Yorumlarda yazın və bu videomuzu bəyəndinizsə Kanalımıza abunə olun, like atmayı unutmayın. Maçı Gucci.